Möcüzələr yalnız peyğəmbərlərə xasdır, kəramətlər isə övliyalara. Kəramətlər kimlərə xasdır? Möcüzələr. Kəramət ilə möcüzə arasında fərq kim deyər? O meydan oxuyur insanlara möcüzədə. Əhsən. Demişik bunu. Möcüzənin mahiyyətində meydan oxuma var. Möcüzənin mahiyyətində şəkil olaraq eynidir. Baxın, şəkil olaraq möcüzə ilə kəramət arasında bir fərq yoxdur. Hətta ola bilər ki, Allahın bir övliya, dostu, təqva əhli bir qulunun əli ilə ortaya çıxartdığı o xariqul adə hansısa bir möcüzədən daha əzəmətli görünsün. Ola bilər ya yox? Ola bilər. Yəni möcüzə ilə kəramət arasında fərq bu deyil. Şəkildə deyil, yəni fərq. Fərq mahiyyətdədir. Möcüzədə meydan oxuma var. Möcüzədə risalətin, nübüvvətin isbatı var. Yəni Peyğəmbər gəlir, meydan oxuyur və ortaya Allahın əmri ilə bir şey qoyur və bunu bilə-bilə edir və deyir ki, bu mənim risalətimin, nübüvvətimin dəlilidir. Kəramət belə olmur. Kəramət baş verir. Onun özünün xəbəri yoxdur. Özü istəmədən, fərqində olmadan, çox vaxtda nə vaxt olur? Allahdan bir yardım, bir dəstək kimi. Yəni meydan oxuma olmur. Yəni təsəvvürlə ki, biri gəlir deyir ki, mən Allahın dostuyam, mən övliyalardanam. Hansı iman əhli belə bir şey deyər nəfsini? Sən deyəndə ki, möminəm nə deyirsən? Hətta möminəm deyəndə istisna edirsən imanını. Allah həvalə edirsən. Demirsən əlhəmdülillah mən möminəm. Deyirsən ki, inşaallah. Hətta imanda istisna edirsən. Qaldı ki, təqvada, ehsanda. Düzdürmü? Hə. Ona görə kəramətlərin çoxsu belədir. Məsələn, Əshab-ı Kəhf kəramət idi yoxsa kəramətdir. Kəramət gör hansı məqamda gəldi? Onlar darda olduqları məqamda Allah onların imdadına yetişdi. Yəni onlar kiməsə meydan oxumadılar. Onlar demədilər ki, biz Allahın dostlarıyıq və indi yatacağıq. 300 ildən sonra duracaq. Belə bir şey yoxdur. Möcüzə ilə kəramət arasında fərq aydın oldu? Mahiyyətdə. Amma möcüzə yox. Möcüzə peyğəmbər gəlir, meydan oxuyur və onu ortaya qoyur və insanları aciz buraxır. Həmçinin fayda olaraq bu ümmətdə baş verən bütün kəramətlər Peyğəmbər sallallahu əleyhi və səlləmin möcüzəsi hökmündədir. Bu ümmətdə Allah dostlarının əli ilə ortaya çıxan, fikir versiniz nə deyirik? Allah dostlarının əli ilə ortaya çıxan, Allah tərəfindən ortaya çıxarılan. Möcüzədə deyirik ki, Peyğəmbər tərəfindən gətirilən. İbarələr belə fərqlidir. Övliya kəramət gətirmir. Allah onun əli ilə ortaya çıxarır. Amma Peyğəmbər gətirir. Allahın əmri ilə əsasını vurdu, dəniz yarıldı. Və bu cür. Və bu ümmətdə Allah dostlarının əli ilə ortaya çıxan bütün kəramətlər Peyğəmbər sallallahu əleyhi və səlləmin möcüzəsi hökmündədir. Niyə? Çünki o kəramətə, o hala, o məqama nə ilə çatdı? Allah Rəsulunun əleyhissalatu vəssalamın şəriətinə, sünnətinə bağlılıqla. Deməli burada fayda nədir? Fayda odur ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin möcüzələri hələ də davam edir. Allah Rasulunun möcüzələri hələ də davam edir. Bir Allah dostunun əli ilə ortaya çıxan kəramət Allah Rasulunun möcüzəsi hökmündədir. Hökmündə. Aydındır?